Orxan Fikrətoğlu, Alməmməd kişi, hekayə. Taxta kazarmanı əskərlər talada təzəcə tikmişdilər. Alməmməd kişi kürəyini kazarmanın hələ rəngi qurumamış tirlərini söykəyib, papiros tüstülədə göy üzünə baxırdı. Göy üzü mis rənginə çalırdı. Havadan paslanmış dəmir qoxusu gəlirdi. Qəfil yaxınlıqda mərmi partladı. Yaşıl otluğa uzanıb dincələn əskərlər ayağa qalxıb bir-birini itələyə-itələyə meşəyə sarı qaçdılar. Yağışdan daldalanan bağça uşaqları kimi ağacların arasından qorxa-qorxa partlayış olan tərəfə boylanan bığ yeri təzəcə tərləmiş əskərlərə baxa-baxa Alməmməd kişi öz oğlunu xatırlamaq istədi. Amma nə illah elədisə uşaqlığın üzü yadına düşmədi ki, düşmədi. Oğlu 2 aydır cəbhədə idi. Bu 2 ayda kişi bircə gecə olsa belə rahat yuxu yatmamışdı. Qabaqlar uşaqlarını düşünməyə vaxtı olmamışdı. Səhərlər kənd xoruzlar oyanmamış, mal qoyunu qabağına qatıb haylaya-haylaya dağa qalxmışdı. Axşamlar gün batanda mal qoyun onu haylaya-haylaya kəndin ayağındakı daxmasına gətirmişdi. Uşaqları çəpərin dibinə bastırdığı urus ağacı kimi öz-özünə böyümüşdülər. Oğlu cəbhəyə çağırılan gündə Alməmməd kişi dağdaydı. Xəbər ona kənddən qaça-qaça gəlmiş, dəllək Üzeyir vermişdi. Kişi quzuları Üzeyirə tapşırıb kəndə düşmüşdü. Yol gəliblər deyə zabitlər üçün 2 arıq qoyun kəsmişdi. Oğlunu zabitlərə tapşırıb yenə dağa qalxmışdı. Səhər həmin o 2 zabit Alməmməd kişinin oğlunu iri yük maşınının yüklüyünə qaldırıb birbaşa cəbhəyə aparmışdılar. Alməmməd kişi oğlunu uzaqdan yola salmışdı. Dağ başından kənd cığırı ilə ağır-ağır gedən yük maşınının içində ürkək quzuya oxşayan oğluna baxa-baxa içində nəyinsə qırıldığını da elə həmin an hiss eləmişdi. Bu qırılan nəsə kişini 2 ay rahat buraxmamışdı. Dünən səhər kənddən çıxıb soraqlaşa-soraqlaşa oğlunun qulluq elədiyi kiçik alayın yerini tapmışdı. Alayda oğlundan kişiyə bir əməlli söz deməmişdilər. O bunun üzünə baxmışdı. Bu onun üzünə nəhayət komandir meşənin dərinliyində qulluq edən kəşfiyyatçılara baş çəkməyə və kişiyə oğlundan bir xəbər gətirəcəyinə söz verib maşınına oturmuşdu. İndi Alməmməd kişi oğlunun xəbərini gətirəcək alay komandirini gözləyirdi. Düşmənin atdığı güllələr səngimişdi. Əskərlər meşədən çıxıb 2-1, 3-1 kazarmaya tərəf gəlirdilər. Aşpaz bir qıraqda təzəcə kəsilmiş quzunu soyurdu. Alməmməd kişi ayağa qalxıb aşpaza yaxınlaşdı. Elə yox ay bala, dedi. Ver mən soyum. Alməmməd kişi quzunu soya-soya oğlunu düşündü. Oğlu ilə əvvəllər əməlli başlı oturub kəlmə belə kəsməmişdi. Oğlu arıq, çəlimsiz, söz gec anlayan, astacəl, saatlarla susan uşaq idi. 8-ci sinifdə oxuyanda məktəbdən qovulmuşdu. Əvvəl istəmişdi oğlunu özü ilə dağa aparsın. Sonra fikrindən vaz keçmişdi. Qoy kənddə qalıb bir işin qulpundan yapışsın, fikirləşmişdi. Oğlu cəbhəyə gedənə qədər heç bir işin qulpundan yapışmadı. Onun bütün ömrü boyu ən böyük işi elə o yük maşınının yüklüyünə qalxıb Alməmməd kişi üçün ağır yük kimi cəbhəyə getməsi oldu. Alməmməd kişi quzunun dərisini yaşıl otluğun üstünə atıb əllərini yumaq üçün çənə tərəf getdi. Kranın puçunu buranda maşın səsi eşidildi. Kişi bu səsdən diksinən kimi oldu. Alay komandirinin maşını kazarma qarşısında dayananda aşpaz əyilib quzu dərisini otluqdan qaldırdı. Dəridən yaşıl otluğun üstünə damcı-damcı qan damırdı. Komandir maşından düşüb məyus-məyus Alməmməd kişiyə tərəf boylandı. Alməmməd kişi əllərini kəsən suyun soyuqluğunu ancaq indi hiss edib kürəyi komandirə nəsə olub soruşdu. Komandir quru, əskəri səslə oğlun daha yoxdur kişi, möhkəm ol, dedi. Alməmməd kişi əllərini bir xeyli yuduqdan sonra aşpazın verdiyi məhraba ilə quruladı. Ağır-ağır çevrilib komandirə yaxınlaşdı. Otur, əminiz sizə yaxşı çoban bozartması bişirsin, pıçıldadı. Komandir qarşısında dayanmış, ağrısını gizlətməyə çalışan, tanımadığı bu mərd adamın qabağında kiçildiyini hiss edib aşpazın üstünə qışqırdı. Rədd ol buradan. Sonra kişinin qarşısında niyə kiçildiyini, aşpazın üstünə niyə qışqırdığını özü də anlamayıb maşınına sarı yüyürdü. Səhər komandir minaya düşmüş əskərinin qəlpələr diddiyi kəmərini Alməmməd kişi uzadıb, üstündə adı yazılıb, əmin ola bilərsən, oğlunun toqqasıdır, dedi. 2 ay içində gəzdirdiyi qorxuyla kişi əlini kəmərə tərəf uzatdı. Barmaqları kəmərə toxunanda hiss elədi ki, artıq qorxunun o tərəfini keçib. Biraz toxtadı. Alməmməd kişini kənd yolunun ağzında arvadı ilə kiçik oğlu qarşıladı.
Ərini uşağının arxasınca yola salanda arvad onun tək qayıdacağına inanmırdı. İndi ərini belə görüb duruxdu. Uşaq hanı bəs? Soruşdum. Almamət kişi arvadına nə deyəcəyini hələ düşünməmişdi. Hələ özü olanı anlamırdı, oğlunun ölümünə inanmırdı. Arvad ərinin susqunluğundan bir şey kəstirməyib qorxa-qorxa südlü aş pişirmişəm. Və uşaq necə oldu? Pıçıldadım. Arvadın səsi elə bil hər şeyi başa düşmüşdü. Ürəyi isə başa düşüləni yaxına buraxmaq istəmirdi. Almamət kişi düşünmədən əlindəki bağlamanı açıb oğlunun kəmərini çıxartdı. Arvadı qəlpələrin diddiyi kəməri görüb ağlamsındı. Bu nədir? Soruşdu. Almamət kişi elə bil yuxudan ayıldı. Əlindəki kəməri xatırlayıb kiçik oğlunu hayladı. Bəri gələ, qardaşın sənə kəmər yollayıb, bağla belinə. Kiçik oğlu kəməri dədəsindən alıb sevinə-sevinə belinə bağladı. Kişinin belə arxayın danışdığını arvadı biraz toxtadı. Vallahi adamlığın yoxdur sənin, ürək göbəyim düşdü. Dedim, görəsən nə olub? Şükür Allaha deyəsən salamatlıqdır, dedim. Almamət kişinin kiçik oğlu belində kəmər kənd yolu ilə əskər addımları ilə gedirdi. Arxada Almamət kişi ilə arvadı kirmişcə gəlirdilər. Almamət kişi sübh tezdən heç kəsə bir söz demədən dağa qalxdı. Bir ay dağdan kəndə enmədi. Bir ayın tamamında Dəllək Üzeyir dağa qalxıb kişini bir qumral quzu ilə danışan gördü. Üzeyir nə qədər çalışdısa Almamət kişini kəndə düşürdə bilmədi. Ancaq lap sonda Üzeyir kəndə dönən zaman Almamət kişi ondan uşaqdan məktub gəlməyib, soruşdu. Dəllək Üzeyir, yox gəlməyib, amma sən ayağını bir kəndə qoy, ev təkdir, dedi.